günlər bir neçə ölkələrdə koronavirusun yenidən yayılması əhali arasında narahatlıq doğurub. Mövzu ilə bağlı Cross Mediaya açıqlama verən həkim Məlahət Hümmətqızının sözlərinə görə COVID-19 artıq bir neçə dəfə mutasiyaya uğrayıb. Əvvəlki illərlə müqayisədə daha yüngül keçir. Həkim bildirir ki, bir çox hallarda vətəndaşlar virusa yoluxduqlarını belə hiss etmirlər. Simptomlar zəif olduğuna görə insanlar test vermir, həkimə müraciət etmir və infeksiya bir həftə ərzində orqanizmin öz müqaviməti ilə sağalır. Hümmətqızı qeyd edib ki, Azərbaycanda virusun geniş yayılması üçün əlverişli şərait mövcud deyil. Çünki ölkədə artıq yay fəslinə keçilib. Günəş şüalarının təsiri havada asılı qalan virusların məhv olmasına səbəb olur. Onun sözlərinə görə COVID-19-un sürətlə artması üçün əsasən soyuq və rütubətli hava tələb olunur. Yay aylarında isə bu risk minimaldır. Həkim xatırladıb ki, pandemiya dövründə də məhz yay fəslində yoluxma hallarında nəzərə çarpacaq azalma müşahidə olunmuşdu. Hazırda əhali arasında daha çox kəskin respirator virus infeksiyaları yayılıb. Bu viruslar ağırlaşma baş vermədiyi təqdirdə bir neçə gün ərzində sağalma ilə nəticələnir.